Herkese salam, kanalıma və yeni videoma hər biriniz xoş gəlmisiniz. Səhər tezdən durmuşam ki, yoldaşımı işə yola salım. Burada da onun iş sumkasını yığışdırıram, yəni yemək qoyuram günorta yemək üçün. Baxdım ki, bankanın ağzı bağlı qaldığına görə sanki biraz qoxu var içində nəsə. Onu belə qazın üstünə tutanda isti hava ilə bütün qoxular gedir. Yəni nə qoxusu olsa belə heç bir qoxu qalmır bankada. Bunu sınaya bilərsiniz. Mən də dəfələrlə həmişə eləyirəm. Çox yaxşı nəticə verir. Yoldaşım evdən saat 7-də çıxdığına görə mən 6-dan durub həm çayı, həm də yeməyini hazırlayıram ki, rahat yeməyini yeyib, geyinib evdən çıxa bilsin. Mən də dedim elə bir yana səhər tezdən durub hazırlaşmışkən vlogda başladım. Bu arada qızlar 2000 olmamıza çox az qalıb. Hal-hazırda vlogu editləyəndə baxdım ki, kanalımda 1972 nəfər izləyicimiz var. Yəni cəmi 28 nəfər qalıb ki, 2000-ə çatım. Ona görə də sizlərdən maksimum dəstək gözləyirəm ki, tez bir zamanda 2000 nəfərlik böyük bir ailəyə çevrilək. Və hal-hazırda da məni izləyənlərdən əgər kanalıma abunə deyilsinizsə, abunə olub məni dəstəkləsəniz çox sevinərəm. Yemək sumkasını hazırlayandan sonra da stolun üzərini düzəldirəm. Bu arada son günlər çox qəşəng günəş olduğuna görə, isti olduğuna görə özümü çox enerjili, çox sevincli hiss edirəm. Sanki yaşama həvəsim artıb, enerjim artıb. Five minutes later. Səhər tezdən sakitçilikdə hamı yatmışkən içilən çayın dadı həqiqətən bir başqadır. Sonra da bir qucaq paltarı gətirdim, tökdüm, oturdum yanında, başladım qatlamağa. Bizdə səhərdən axşama qədər paltar yuyan maşın işləyir, ancaq bizim sürətimizə çatdıra bilmir. Əsasdakı uşaqların sürətinə ümumiyyətlə səhər paltarı geydirirəm, günortaya qədər həmin paltardan əsər əlamət qalmır, təmiz bir yer qalmır paltarın üstündə, məcburam günorta dəyişirəm, axşam yenə eyni şey. O vaxtlar ana olmamışdan qabaq çox fərqli fikirlərim var idi. Düşünürdüm ki, uşaqlarımı çox tərz bir şəkildə geydirəcəm, çox qəşəng geydirəcəm, bütün paltarları bir-birinə uyğun gəlsin, kombin edəcəm hər gün onlara. Amma hal-hazırda deyirəm ki, nə olur olsun, əynində bir paltar olsun, çünki 5 dəqiqə sonra bulaşdırıb gətirəcəklər, onsuz da üstümə. Ümumiyyətlə, ana olmadan əvvəl olan düşüncələrlə ana olduqdan sonra, reallığı görəndən sonra olan düşüncələr arasında çox böyük fərq var. Məsələn, mən hal-hazırda bəzən fikirləşirəm ki, mən uşaqlar olmamışdan əvvəl görəsən niyə yorulurdum, necə ola bilib ki, gün ərzində mən nə etmişəm ki, öz-özümə demişəm ki, mən bugün çox yorulmuşam. Və yaxud da əvvəllər harasa rahat-rahat gedə bilirdim, indi isə harasa gedəndə, hətta məktəbə gedəndə belə daha tez evə qayıtmaq istəyirəm, çünki evdə uşaqlar var, tez getmək lazımdır, uşaqlar ağlayar, nə isə dağıdar, nəsə bir şey olar, ona görə vaxtında evə qayıtmağa çalışıram. Və yaxud da nəsə alanda əvvəllər sadəcə özümü düşünürdümsə, indi uşaqları daha çox düşünürəm ki, birinci onların ehtiyacları olmalıdır, sonra mən. Və yaxud da mən olmasam da onlar əsas uşaqlar olsun. Və bəlkə də ən qəribəsi budur ki, əvvəllər ev sakit olanda rahat olurdum. Deyirdim ki, nə yaxşı sakitçilikdir, nə gözəldir bu sakitçilik. Hal-hazırda isə ev sakitçilik olanda canıma bir qorxu düşür ki, görəsən nə olub, bunların səsləri çıxmır. Çünki hər bir ana bilir ki, əgər uşaqların səsi çıxmırsa, deməli nəsə bir fəlakət baş verir. Sizcə mən bu videoda nə yaparım? Aparırıq bunları sitqanın içərisində tökmək, çünki çöldə olanda pişiklər götürür.
Bunları belə yeşiklərin içərisində saxlayırıq. Baxın, orada da ördəklər. Ona görə belə setkalı şeylərin içərisində saxlayırıq ki, ya pişik gəlir, aparır, yeyir cücələri, ya da sağsağan, sığırçın, belə quşlar. Ona görə məcburən belə saxlamalıyıq. Çünki bunları açan kimi yoxa çıxırlar. Hətta inanırsınız, kürtün altından yumurtaları gəlib götürür, o dərəcədədir. Qaynanamla toyuq cücəmizi, ördəklərimizi yerləşdirəndən sonra gəldim çıxdım təzədən evə. Oğlumun yerini düzəltdirməyə artıq kravat alıb gətirib qoymuşuq yerinə. Bu hissədə əvvəl güzgü var idi. İndi artıq oğlumun kravatı var və onun sifarişi ilə bibisi ona belə Spiderman'ni örtüyə alıb gətirib. Mən də onu saldım kravatının üstünə, amma indi baxıram ki, baş aşağı salmışammış. Ondan sonra da keçdim mətbəxə qabları yumağa. Qabları yumağın hamısını çəkmədim, çox uzun uzadı olmasın deyə sadəcə şampunladım bir qismini. Onları çəkdim. Əvvəl istəyirdim heç əlavə eləməyim, sonra fikirləşdim ki, vlog lap balaca olur, onsuz da çox şey silmişəm, artıq bunu da silməyim. Gün ərzində o qədər çox şey çəkirəm ki, əslində sonra editləyəndə silirəm, gedir. Saxlamıram heç bir şey, belə qısa bir video alınır. Nəysə, bu videomu burada yekunlaşdırıram. Bura qədər məni izləyən hər kəsə çox-çox təşəkkür edirəm. Hər birinizi çox sevirəm. Abunə olmağı unutmayın. Hələlik.